Sancaq onlayn kanalını izləyirsiniz. Ən son yenilikləri qaçırmamaq üçün kanalımıza abunə olun, videonu bəyənin və bildiriş butonunu aktiv edin. İndi isə keçək növbəti xəbərimizə. TikToker Tima canlı yayım zamanı Baboş və Ləman üçün cəzalar fikirləşib. O, onlara veriləcək cəzaları müzakirə edib. Həmin görüntüləri təqdim edirik. Elimi də soxdum burnuna. Konuşun az yox, başqa cəza fikirləşmişəm. Ya plafon olacaq küçədə. Küçəni işıqlandıracaq lamışqa. Ya da ki bir cəza fikirləşmişəm, onu deyəcəm. Harada paylaşmışsan. Təkrar paylaşım o deməkdir ki, girirsən səhifəmin içinə. İçəri girəndən sonra orada 2 dənə belə əyri işarə var. Altda, adımın altında belə əyri işarə. Onun üstündən basırsan, cəmaət paylaşdığı kayıtlar ora düşür. Dörddür, hə, 10 dəqiqədən sonra başlayır dördlü. Lamış qaynası. Az maraqsız da elə cəzalar. Demirəm, normal cəza. Sərt cəza verin, yüngül bax, şey silsin nədir? Məncə onun üçün ən böyük cəza ev yığışdırmaq olar, hə? Onun üçün ən böyük cəzadır. Salam, xoş gəldin, Ofikal. Təbrik, çox sağ olun. Aşı bir maraqsızdır. 10 dənə sarımsaq yesin. Bir baş sarımsaq yesin. Almayla. Alma kimi. Qabıqlı zaddır. Parkı süpürsün. Maraqlı bir normal cəzalar verin də, parkı süpürsün. Bu maraqlı normal cəza deyil. Bu manipulyasiyadır belə şeylər. Tapdım. Bəli, bu cəzanı ona verəcəm. Demirəm. Orada deyəcəm. Mən Sako suitinə cəza verir, mən də lamışqiyəm. Sizdə niyə gündüzdür? Bərdədə gündüzdür də qadan alın. Bakıda axşamdır. Saat fərqimiz var. Bir neçə saniyə. Saniyə mi dəsə, minut saniyə fərqimiz var ona görə. Aşığı, mən sıvarışıq tapa bilmirəm, qurban olum sizə. Bu sıvarışıqlar qeybə çəkilib. Onu da al. Göydə quş uçur çikil deyil. Ha. Quşlar köç eləyir, uşaqlar, nə tez? Tez daxım hələ.
Sentyabrda köç eləmir quşlar. Tüzdü quşlar köç eləyir. Payızda da sentyabrda quşlar, sentyabrın axırları quşlar köç eləməyə başlayır, sentyabrın ortaları. Prosto indi niyə köç eləyirlər bilmədim. Sentyabrın axırı quşlar köç eləyir, durnalar qatar-qatar. Peki olacaq, hər birinizi canlımda gözləyirəm, heç kim canlımdan çıxmasın. O günlər baba ilə Demon dəstək oldu, izləyicilərim az-az dəstək oldu. İndi görək kim dəstək olacaq. Heç kim yoxdur uşaqlar. Uduzlaşıyıq biz bugün. Bugün heç kim yoxdur. Salam. Moderator sabitlədiyi şey yeri dəyişib. Baxın, yumru olub belə. Qıraqlar dəyişib. Onu bilmək olmaz. İnşallah dəstəyimiz olur, amma Demon hara kim dəstək olsun yazıq. Nə qədər dəstək olsun. Özdə olsun. Lampışqıya nələr gəlir, görürsünüz. Babaya da kim hədiyyə atdırır, Allah canını sağ eləsin. Udacaqsınız, yenə narahat olma. İnşallah bu ikinci. Sən də dəstəyini gözləyirəm. Dənə qalıb ki, bir damcı qalıb. 6 dəqiqə qalıb. 4 dəqiqə qalıb. 4 dəqiqədə 6-4. Demon qadındır. Kişi neyirsən, anketin boş qalıb. O smavar yandırmışam burada onun üstüsüdür. Təbrik, çox sağ ol. Beni sev uşaqlar, beni sev. Ancaq beni sev. Kimdə varsa hər bir dənəsini atsın. Şimdi əklə. Flash hədiyəsi istəyir məndən uşaqlar. Yox, bu flash deyil, bilmədim nədir. Başlat. Bu nədir? Sabitlə. Bu nədir? 50 dənə gül. Kimsə, çoxsa kimsə sənin də dəstəyini gözləyirəm, qurban olum. Nə olar? Çünki yəqin ki, bu axşam dəstəyimiz olmayacaq. Az da olsa xalımız irəli getsin. Mən orada hamıdan zəifəm. Demon gələndə gücləndirəm, baba gələndə gücləndirəm. Babanı kim göndərirsə, o kişi gələndə gücləndirəm. Amma indi Demonla yazıq nə qədər dəstək olsun. Demonu, babanı göndərən yazıq nə qədər dəstək olsun. Az da olsa uşaqlar dəstəyini gözləyirəm. Karol, çox sağ olun. Uşaqlar girin az pul manatdan kreditə, borca, xərcə, sələmiyə, kreditə girin, axşam mən oturun. İnanma, Demon bugün gəldi. Bəlkə yatması, hə, başqa söhbət. Bəlkə yatıqdır, həm də Demon Çində qalır. Çin Xalq Respublikasında. İndi o, bəlkə o şeydir. Orada yatıb deyir, bizim aramızda saat fərqi var Çindən. Demon qızdı, yox, oğlan. Ay, 20 dəfə yazdım bəyaqdan. Sana dedim ki, anketin boş qalıb, neyinirsən? Bu yallah səni saxla. Səhər açıldı, elə bu yazır.